Salam əziz dostlar. Heç olunmu ki, kompüteriniz donur ya da sevdiyiniz oyun yavaş işləyir və düşünürsünüz ki, axı bunun səbəbi nədir? Bax, bugün gəlin texnologiyanın pərdə arxasına keçək. Kompüterlər bu qədər sürətli edən o sirri rəqəmlərin, hərflərin mənasını birlikdə açaq. Gəlin görək o metal qutunun içində əslində nələr baş verir. Bilirsiniz, kompüterlərin öz dili var. Bugünkü bələdçimiz isə bax bu açar sözlər olacaq. Prosesor, yəni kompüterin beyni. Takt tezliyi, başqa sözlə onun düşünmə sürəti və bir də yaddaş, yəni məlumatları necə xatırlaması. Bu terminlər, əmin olun ki, kompüter dünyasının kilidini açan əsas açarlardır. Yol xəritəmiz çox sadədir. Əvvəlcə, kompüterin necə düşündüyünü anlayacağıq. Sonra onun beyni olan prosesora, yaddaşına və görüntü gücünə nəzər salacağıq. Sonda isə bütün bu biliklərlə istənilən kompüterin, belə deyək, pasportunu oxumağı öyrənəcəyik. Hazırsınızsa, başlayaq. Yaxşı, kompüterin sürəti deyəndə biz əslində nəyi nəzərdə tuturuq? Texniki dildə buna məhsuldarlıq deyilir və bu sadəcə bir hissədən asılı deyil. Bu, bütün komponentlərin birgə işlədiyi bir komanda oyununa bənzəyir. Məhsuldarlıq əslində bir proqramı açmaqdan tutmuş, mürəkkəb bir oyun oynamağa qədər verdiyimiz hər bir əmrin nə qədər cəld yerinə yetirilməsidir. Bunu bir futbol komandası kimi düşünün. Təsəvvür edin, komandanızda dünyanın ən güclü hücumçusu var, amma müdafiə çox zəifdir. Nəticə nə olar? Komanda uduzar. Bax, eyni ilə kompüterdə də bir zəif hissə bütün sistemin sürətini aşağı çəkə bilər. İndi isə gəlin komandanın kapitanı ilə, yəni kompüterin beyni ilə tanış olaq. Bütün əməliyyatların idarə olunduğu, bütün hesablamaların aparıldığı o mərkəz, yəni prosesor. Kompüterin ümumi sürətinə təsir edən ən əsas amil şübhəsiz ki, məhz odur. Mərkəzi prosesor, qısaca CPU, kompüterin əsl beyni, ürəyi, hər şeyidir. Təsəvvür edin, o milyardlarla kiçik tranzistordan ibarət nəhəng bir şəhər kimidir. Siz mausu tərpədən kimi və ya klaviaturada bir düyməyə basanda, bu şəhərdəki elektrik siqnalları inanılmaz bir sürətlə hərəkətə keçir və sizin əmrinizi anında yerinə yetirir. Bəs yaxşı, bu beynin sürətini necə ölçürük? İlk vaxtlar mühəndislər düşünürdülər ki, sadəcə bir saniyədə nə qədər əməliyyat etdiyinə baxmaq kifayətdir. Amma sonra anladılar ki, məsələ o qədər də sadə deyilmiş. Çünki bəzi əməliyyatlar 2+2 kimi çox sadədir, bəziləri isə mürəkkəb bir riyazi məsələ kimidir. Təbii ki, ikincisi daha çox vaxt aparır. Buna görə də daha dəqiq bir ölçü vahidi lazım oldu. Və beləcə takt tezliyi parametri ortaya çıxdı. Gəlin bunu sadələşdirək. Təsəvvür edin ki, prosesorun içində bir metronom var və bu metronom dayanmadan müəyyən bir ritmlə vurur. Tak, tak, tak. Hər bir takt, yəni hər bir vuruş, prosesorun ən kiçik, ən elementar bir əməliyyatı yerinə yetirməsi üçün lazım olan zamandır. Takt tezliyi isə bax bu metronomun bir saniyədə neçə dəfə vurduğunu göstərir. Bu ritmi xüsusi bir generator təyin edir və ritm nə qədər sürətli olarsa, aydındır ki, prosesorda o qədər çox əməliyyatı daha qısa zamanda yerinə yetirə bilər. Takt tezliyini hertz, yəni hırcə ilə ölçürlər. 1 hertz saniyədə cəmi 1 takt deməkdir. Təbii ki, müasir kompüterlər üçün bu çox kiçik bir rəqəmdir. İlk fərdi kompüterlərdə bu taktların sayı saniyədə artıq bir neçə milyona bərabər olduğu üçün standart ölçü vahidi olaraq megahertz, MRJ, yəni saniyədə 1 milyon takt götürüldü. Bugünkü kompüterlərin takt tezliyi isə artıq gigahertzlə, JZ ilə ölçülür. Bu isə saniyədə 1 milyard takt deməkdir. Bəli, düz eşitdiniz, saniyədə 1 milyard elementar əməliyyat. Gəlin bu rəqəmləri bir perspektivə qoyaq. Təsəvvür edin, 1981-ci ildə ilk IBM fərdi kompüterinin prosesoru təxminən 5 MHz sürətində idi. Bugün isə biz 5000 MHz-dən, yəni 5 GHz-dən danışırıq. Bu, ilk kompüterdən 1000 dəfədən də çox sürət artımı deməkdir. Texnologiyanın son 40 ildə nə qədər inanılmaz sürətlə inkişaf etdiyini görmək həqiqətən də heyrətamizdir. Bəs yaxşı, bütün məsələ takt tezliyindədir. Yəni, bir prosesorun takt tezliyi digərindən yüksəkdirsə, deməli o həmişə daha yaxşıdır? Cavab, tam olaraq hə deyil. Məsələ göründüyündən biraz daha mürəkkəbdir. Çünki takt tezliyi hekayənin yalnız bir hissəsidir. Gəlin indi də hekayənin digər vacib qəhrəmanı ilə tanış olaq. Nüvə, prosesorun içindəki əsl işçidir. Bütün o mürəkkəb hesablamaları bilavasitə yerinə yetirən hissədir. Əvvəllər prosesorlarda yalnız bir nüvə,
Yəni bir işçi olurdu, amma mühəndislər başa düşdülər ki, bir işçini daha da sürətləndirməyin bir həddi var. Bəs əgər bir neçə işçi eyni anda işləsə, necə olar? Bax beləcə çox nüvəli prosesorlar yarandı. Gəlin belə bir bənzətmə aparaq. Takt tezliyi bir işçinin nə qədər sürətli işlədiyidir. Nüvələrin sayı isə sizin neçə dənə işçinizin olduğudur. Bir super sürətli işçiniz ola bilər, amma o eyni anda yalnız bir işi görə bilər. Lakin 4 normal sürətli işçiniz varsa, onlar 4 fərqli işi eyni vaxtda yerinə yetirə bilərlər. Müasir dövrdə kompüterdə eyni anda onlarla proqram işlətdiyimizi nəzərə alsaq, daha çox işçi, yəni daha çox nüvə, demək olar ki, həmişə daha yaxşı nəticə verir. Yaxşı, əgər prosesor kompüterin beynidirsə, yaddaş da onun həm qısa müddətli, həm də uzun müddətli hafizəsidir. Gəlin bu hafizəni bir ofisə bənzədək. Sürətli notlar üçün yapışqan kağızlar, aktiv işlər üçün iş masası və hər şeyi uzun müddət saxlamaq üçün böyük bir arxiv şkafı. Kompüter yaddaşı bir piramida, yəni hiyerarxiya kimidir. Piramidanın ən zirvəsində ən sürətli, amma həcmi ən kiçik olan keş yaddaş yerləşir. Ortada sürətli və orta həcmli operativ yaddaş, yəni RAM var. Ən aşağıda, yəni piramidanın əsasında isə ən böyük həcmli, amma daha yavaş olan daimi yaddaş, yəni sərt disk yerləşir. Bu üç yaddaş növü bir-biri ilə daima əlaqədə işləyərək sistemin səmərəliliyini təmin edir. Bu cədvəl hər şeyi çox aydın izah edir. Baxın, keş yaddaş prosesorun özünün içində və ya ona çox yaxın olan super sürətli, amma çox kiçik bir yaddaşdır. Belə deyək, prosesorun hər an ehtiyacı ola biləcək ən vacib məlumatlar burada saxlanılır ki, uzağa getməsin. Operativ yaddaş və ya RAM sizin iş masanız kimidir. Hal-hazırda istifadə etdiyiniz bütün proqramlar, fayllar burada müvəqqəti olaraq saxlanılır. Masanız nə qədər böyük olsa, eyni anda o qədər çox işi rahatlıqla görə bilərsiniz. Sərt disk isə o böyük arxiv şkafınızdır. Bütün proqramlarınız, şəkilləriniz, sənədləriniz kompüteri söndürəndən sonra belə itməməsi üçün burada uzun müddət saxlanılır. Bayaq danışdığımız o böyük arxiv şkafı var idi, ha? Məhz bu sahədə son illərin ən böyük texnoloji inqilablarından biri baş verib. Köhnə mexaniki sərt diskləri, yəni HDD-ləri indi ildırım sürətli SSD-lər əvəz edir. Bəs fərq nədədir? Çox sadə. Sərt disklər, yəni HDD-lər, içərisində fırlanan maqnit disklər və məlumatı oxuyub yazan başlıqlar olan mexaniki bir qurğudur. Bu hərəkət edən hissələr onu həm yavaş, həm də zərbələrə qarşı həssas edir. Amma SSD, yəni Solid State Drive, tamamilə fərqlidir. Onun heç bir hərəkət edən elementi yoxdur. O, bildiyimiz adi flash yaddaş texnologiyası əsasında işləyir. Nəticə, sürət fərqi, inanın ki, gecə ilə gündüz kimidir. SSD quraşdırılmış bir kompüterdə əməliyyat sistemi cəmi bir neçə saniyəyə yüklənir. Bu, kompüterin ümumi performansını dramatik şəkildə artırır. Yaxşı, beyni anladıq, yaddaşı da anladıq. Bəs ekranda gördüyümüz o rəngarəng, hərəkətli görüntüləri kim yaradır? Bütün bu məlumatları vizual formaya salan qurğu hansıdır? Bu sualın cavabı bizi kompüterin növbəti vacib komponentinə, video adapterə gətirib çıxarır. Video adapter, ya da daha çox bildiyimiz adı ilə qrafik kart, kompüterin rəssamıdır. O, prosesordan gələn o mürəkkəb 0 və 1-ləri götürüb, ekranda gördüyünüz şəkillərə, videolara və oyun qrafikalarına çevirir. Onun nə qədər maharətli olduğunu isə bir saniyədə neçə şəkil çəkə bildiyi ilə ölçürük. Buna texniki dildə FPS, yəni frames per second, saniyədəki kadr sayı deyil. Bəs bu kadr sayı niyə bu qədər vacibdir? Məsələ ondadır ki, insan gözü və beyni görüntünün axıcı olması üçün müəyyən bir sürətə ehtiyac duyur. Əgər bu tezlik, yəni kadr sayı, saniyədə 70-dən aşağı olarsa, biz bunu birbaşa görməsək də, şuuraltı olaraq ekranda titrəməni hiss edirik. Bu da uzun müddət kompüterə baxdıqda gözlərin tez yorulmasına və hətta baş ağrılarına səbəb ola bilər. Ona görə də rahat və zərərsiz bir iş mühiti üçün düzgün monitor və video adapter seçimi çox önəmlidir. Beləliklə, nəzəriyyə hissəsini bitirdik. İndi isə öyrəndiklərimizi tətbiq etməyin vaxtıdır. Kompüter alarkən və ya onun haqqında məlumat oxuyarkən qarşımıza çıxan o uzun, qarışıq görünən yazıları necə anlamalıyıq? Gəlin birlikdə kompüterin texniki pasportunu, yəni xarakteristikalarını deşifrə edək. Qarşımızda tipik bir kompüterin texniki göstəriciləri var. Bəli, ilk baxışdan sirli bir kod kimi görünə bilər. Amma narahat olmayın, biz artıq bu kodun dilini az çox bilirik. Gəlin onu hissə-hissə birlikdə deşifrə edək.
Gəlin anlayaq. Intel Core i5 bu prosesorun modelidir. Onun güc səviyyəsini göstərir. 2666 MHz. Bu onun düşünmə sürətidir. DDR4 16 GB isə onun 16 GB-lıq geniş bir iş masasına sahib olduğunu deyir. Bu, eyni anda onlarla brauzer səhifəsini, musiqi proqramını və hətta oyunu rahatlıqla işlətmək üçün əla göstəricidir. Və nəhayət, SSD 240 GB, bu isə o deməkdir ki, bütün proqramlar ildırım sürəti ilə açılacaq. Gördünüz, bu sadəcə kompüterin bizə özü haqqında danışdığı bir hekayədir. Yaxşı, indi isə biliklərimizi yoxlamaq vaxtıdır. Gəlin bir neçə fərqli kompüterin göstəricilərinə baxaq və suallara birlikdə cavab tapaq. Hazırsınız? İlk kompüterimizə baxaq. DDR4 32 GB. Bu, çox böyük bir iş masası deməkdir. Video redaktası və ya 3D modelləmə kimi ağır işlər üçün idealdır. Yaddaşa baxsaq, həm sürətli M2 SSD 512 GB, həm də böyük bir arxiv üçün HDD 2 TB görürük. Bu, həm əməliyyat sisteminin sürətli işləməsini, həm də böyük həcmli faylları saxlamağı istəyənlər üçün mükəmməl bir kombinasiyadır. Növbəti kompüterin prosesoruna baxaq. 3200 MHz. Bu nə deməkdir? Bəli, 3.2 GHz. Yəni bu prosesorun beyni saniyədə 3 milyard 200 milyon dəfə düşünə bilir. Olduqca təsirlidir, elə deyilmi? Artıq siz bu rəqəmlərin arxasında nə qədər böyük güc dayandığını anlayırsınız. İndi isə ən maraqlı hissəyə gəldik. Nəzəriyyə və nümunələr əladır, amma ən yaxşı öyrənmə yolu öz təcrübəmizdir. Sizə kiçik bir tapşırıq. Öz kompüterinizin və ya evdəki hər hansı bir kompüterin xarakteristikalarına baxın. My Computer və ya This PC işarəsinin üzərində sağ düyməni basıb Properties, yəni xüsusiyyətləri seçərək əsas məlumatları görə bilərsiniz. Görün, sizin kompüterinizin beyni, yaddaşı və digər göstəriciləri necədir? Sonda isə gəlin biraz gələcək haqqında düşünək. Bugün biz tak tezliyindən, nüvə sayından danışdıq. Bəs sizcə 10 il sonra kompüterlərin gücünü ölçərkən hansı parametr daha vacib olacaq? Mühəndislər bir nüvənin sürətini daha da artırmağa çalışacaqlar, yoxsa prosesorlara yüzlərlə nüvə yerləşdirəcəklər? Bəlkə də kvant kompüterləri kimi texnologiyalarla birlikdə məhsuldarlığı ölçmək üçün bizim bugün heç ağlımıza gəlməyən tamamilə yeni bir parametr ortaya çıxacaq. Bu suallar haqqında düşünmək, texnologiyanın sərhədsiz dünyasını kəşf etməyə davam etmək üçün ən yaxşı motivasiyadır. Diqqətiniz üçün təşəkkür edirəm.